İki işi idarə etmək, vaxt məhdudiyyəti və müştəri kaprizləri. Bunlar sizi yormurmu? Əlbəttə iki məsuliyyətli işi birlikdə idarə etmək, vaxt məhdudiyyəti, müştəri kaprizləri insanı yetəri qədər yorur. Amma müəllimlik peşəsi mənə planlı olmağı öyrədibdi. Əslində mən müştəri kaprizlərini fərdi yanaşma kimi görürəm. Kaprizli amma nə istədiyini bilən müştəri əslində bizim üçün ən rahat müştəridir. Çünki kaprizli müştəri bizə nəyi etmək lazım olduğunu öyrədir. Belə olanda da biz öz üzərimizdə işləyirik və yenilikləri də əslində bizə həmişə o tipdə olan müştərilər gətirir. Yenilikləri bizə elətdirir. Buna işini sevmək deyə bilərikmi? Düşünürəm ki, bəli, mən işimi çox sevirəm və hər bir çətinlik yeni bir innovasiya üçün fürsətdir. Xonçaları hazırlayarkən nədən ilham alırsınız? Bu dəqiqə internet dövrüdür, hər şey əl çatandır, Pinterest var. Bakıda çox zövqlü, başqa regionlarda, Gəncədə çox zövqlü xonça hazırlayan dekor xonça şirkətləri var. Onlardan da ilham almışıq, amma yenə də öz imzamı qatıram. Çünki insan gördüyünü yox, öz yaradıcılığını öz işinə dökür. Mən istəyirəm ki, insanlar bizim işlərimizə baxanda burada sadəcə bəzəkli xonçalar görməsinlər. Burada bir peşəkarın dəsti xəttini, harmoniyasını və onun imzasını görsünlər. Və bütün bunları reallaşdırarkən heç vaxt təqlid etməməyə çalışıram. Çalışıram ki, öz imzamı atım, təqlid olmasın və təkrarlanmasın.